Hardasa maşını aldığımda 6000 kilometr yürüyüşü var idi. Bugünkü gündə Cybertruck. Görəyini almışsın. Bunlar da taxacaq. HR-da buna ehtiyac yoxdur, amma bonusda ehtiyac olacaq. Bu spacerlərin üstündə mütləq şəkildə qara bolt gəlməlidir. Siyahı yazmışam ya, yadımdan çıxır deyinarsa siyahı yazmışam. Ya da ümumiyyətlə heç xətt olmur, ya ancaq sarışıq olur bəzilərində. Onu Avropa versiyasına keçirəcək. Baxa görə nə reaksiya verəcək. Və kabellərin də üzərindən parça izolent olur. Bununla getmək lazımdır. Bəlkə bir dənə refresh eləyəsən. Söndür, yandır, düzələcək. Dərinəgülün tıxacı. Yalan olmasın, rahat bir 5 ilə yaxın idi ki, mən Dərinəgülə girmirdim. Nədənsə bugün bir balaca tələsirəm, ona görə məcbur girdim. Yeni videomuzdan hər kəs salamlayıram dostlar. Mən İlkin Mustafayev. Yeni vlogumuza xoş gəlmisiniz. Bugünkü vlogumuzda biz kiçik bir təmir işləri görəcəyik. Əslində bu bir təmir işləri deyil, Tesla üçün müxtəlif belə desək dövrü işlərdir. Hardasa maşını aldığımda 6000 kilometr yürüyüşü var idi. Bugünkü gündə buradan belə baxsaq, elə sizə də göstərim. Maşının yürüyüşü 18500 olub artıq və maşında müxtəlif ediləsi işlər var. Hərçənd ki biz həmişə deyirik ki, elektromobildir, elektromobillərin dövrü heç bir işləri olmur və s. Amma yenə də cüzi də olsa işlər olur. 6-7 aydır ki artıq sürür. Düzdür, məndən qabaqki sahibi də bir 2 ay müddət az da olsa sürüb. Üstəlik yol gəlib. Mən də bir 6-7 ay sürmüşəm və yaydan çıxmış maşındır və müxtəlif işlər var ki, onları mütləq şəkildə görmək lazımdır. Hazırda gedirik Tesla Land'ə, Xəyamgilin yanına. Onların yanında bütün bu işləri görəcəyik. Hansı işlərdir? Xırdaca belə sürətli formada keçim onları. Misal üçün şüşə silgəcləri, şotkaları dəyişəcəyik. Çünki artıq quruyub, yaydan çıxıb və yaxşı silmir. Ön tərəfdə böyük bir havalandırma filtrimiz var bizim. O filtr dəyişiləcək. O biri filtr, kondisioner filtrini dəyişmişdim. Onun vloqunu kiçik bir vloq formasında hazırlamışdım. Instagram səhifəmə girsəz orada tapa bilərsiniz. Ora kömürlü biz filtr qoymuşduq. İndi bu filtrin də dəyişmə vaxtıdır. Dəyişməyəndə artıq kompresor istədiyi kimi işləmir və error verir. Kiçik işlərimiz var. Aksesuarları almışam, onları da sizə göstərəcəm. Bilirəm ki, çoxunun marağında olacaq o aksesuarlar. Bagajdadır, almışıq. Almaniyadan gəlib hamısı. Maraqlı bir maşına kiçik də olsa o disklərimizə əlavə görüntü verəcəyik. Belə maraqlı işlər görəcəyik. Hə, bir də sağ tərəfdən məndə səs gəlir. Bilmirəm nəyin səsidir. İndi sürəndə də hərdən çıqqıldayır. Bilmirəm mikrofondan səsindən eşidilir yoxsa yox. Bilmirəm qapıdan gəlir yoxsa oturacağın altından gəlir o səs. Ona da bir baxacağıq. Ola bilər ki, mən şübhələnirəm ki, qapıdan gəlsin səs. Çünki ambiyenti yığanda ola bilər ki, nəsə boşluq qalıb, ya nəsə düz oturmuyub və s. Ona görə belə çıqqıldayır, yüngül belə azca çıqqıltı səsi gəlir. Nəysə belə, bütün bu işləri görəcəyik, sizlərə də çəkib göstərəcəm, Xəyyamgilin servisini də çəkib göstərəcəm, onların gördüyü işləri də. Ümumi olaraq hər şeylə də məlumatınız olacaq. Özünüzün də maşınınızda hansısa bir dövr işlər görmək istəsəniz, yəni Xəyyamgilin əlaqəsini də qeyd edəcəm, həmişə eləmişəm. Əlaqə saxlayıb onlarda bu işləri gördürə bilərsiniz. Hazırda Dərinəgüldəyik, sıxlığı özünüz görürsünüz. Bir dənə bu körpüdür. Bir dənə bu körpünü keçirik, rahat. Gedək görək nə olursa. 1 hour later. Bitmir, tıxacılar bitmir. Dərinəgülün tıxacından çıxmışıq, Binəqədinin tıxacındayıq. Binəqədidə də axırıncı Tesla vloqumdan sonra, o axırıncı Tesla vloqunda gördüyünüz təmir var ha. İnanırsınız, hələ də davam eləyir. Səbəb nədir bəlli deyil. Yəni, hələ də traktorlar burada, qazırlar, tökürlər, dağıdırlar. Allah axırın xeyir eləsin. Gedirik də xırda-xırda, gedirik. Çataq görək nə olursa. Və gəldik, çatdıq, Tesla servis. Yolla bağlı da o gördüyünüz traktor var idi ya, işləyirdi ya. Ancaq oradaydı problem yəni. Sən demə ondan o tərəfəsini düzəldiblərmiş. Qalan yəni təkcə bir balaca hissə odur. Burada Tesla Land sağda, solda da Hüseyn Ustanın yeri. Xəyyamgillər burada işləyirlər. Gedək baxa görək nə edirlər. Hoppa, köynəyə zada gəl, qəşəng. Sabahınız xeyir. Bir dənə araya girəcəm. Belə baxıram ki, videonu izləyirsiniz, amma like eləməmsiniz və kanala da abunə olmamsınız. Xahiş edirəm. Aşağıda like düyməsi də var, kanala abunə olma düyməsi də var. Onu tıklayın. Bir də zınqrov işarəsi var ha. Ona da bassaz, hər video yüklənəndə xəbəriniz olacaq. Davam edək. Burada bir dənə material görmüşəm. Onu sizə də göstərim. Oyda, bu nədə? Cybertruck. İç hissəsi bu formada. Vinil soyulub. Da qabaq tərəfi. İndi burada düzdür, əslində elə də çox şey yoxdur belə baxanda. Sadəcə bu iç tərəfdəki plasmasları da bura yığıblar, ona görə belə görünür, amma
Plastik oxşuyur. Amma deyil, təbii ki deyil. Ürəyim ağrıdı hə. Nəysə, gedək öz maşınımızla məşğul olaq ən yaxşısı. Deməli, Xəyam, nə qayırıq? Filtrləri dəyişək, çöl filtrləri. Aha. O dəyişməmsən, mən səhv eləmirəmsə. Yox, bu qalıb məndə. Bu filtrlər qalıb. Dəyişək. Bizim böyük filtrlərimiz burdadır. 2 dənədir də burada deyəsən. 4 dənə, hətta 4 dənə filtr burada. Sonra bizim burada maraqlı aksesuarlarımız var, onu göstərmək istəyirəm sizə. Bunu heç paylaşmamışam da biləsiz. Bax. Rəşid, bax burada nələr var? Materialdır ya, materialdır. Elektroniki deyil ancaq. Bu arxalar 15'lik bonus. Bu da qabaqlar 10'luq HR. Bu da bizim filtrlərimiz. Bu da qabaq filtrlərimiz. Aha, Rəşid ücret çatdı bonuslarımıza. Qəşəng. Ya bax, bu əsas vacib olan məlumatınız olsun, çıxıntısı da. Hub-centric olmasıdır ki, razval problemi yaratmasın. Sertifikatdır. Sırf da Model Y, özü də Uber turbin diskləri üçündür bu. Arxasında da fikir verin, havalandırma kanalları da var. Bu da 10'luqdur, HR-ımız. Xəyam nətər? Seçərəyini almısan. Bunları da taxacağıq. Bu da 10'luq HR-lar. Bu da eyni, hub-centric. Razval problemi yaşamayaq deyə. Almanya. Burada görürsünüz. Bunları da taxaq. Bir balaca burada bizim təkərimizin qırağında bir 10-15 milli yer var. Onu da biraz qabağa eləyək, qəşəng olsun. Sağ olun, yaxşısınız. Necəsiz? Bu dəqiq belədir. Yazılar tərsinə qalır çünki. Hə, yuxarı düzdür. Heç nəşini gəlmir. Sən bizim çenkdən səhv tutursan, ha? Çenik dediyim maşallah hər işi bacarır. Niyə çenik deyirsən? Ustadır. Susanıcı. Xəyam. Laçına bir də nə vaxt yerik? Onu təkrarlamaq lazımdır. Ala təkrar. Sən bilirsən də, Sultan deyir ki, gəlin Göyçaya. Nar festivalına. Festivalına deyibdir. Hə, neçəsidir? Amma dəqiq vaxt yoxdur. Hə. Nar festivalını fərqli vaxtlarda edirik. Da. Gözləyirik Sultan. Görək də nə edirik indi. Amma fərqli bir şey lazımdır da bizə. Məsələn, fərqli bir tema lazımdır. Bunu, 100%. yəni elədik də da. Bu Nəsə eləmək lazımdır. bunu belə ən kulminasiyasını elədik də. Amma nəsə özümüzü belə təəccübləndirməliyik də. Qardaş taxtı yerinə. Həla. Sağ ol, çox sağ ol. Yəni şüşələnləri dəyişək. Nəsə yazmışdım. Qapıdan səs gəlir Xəyam. Qapıdan ya sideniyadan da səs gəlir. Məndə yox bu ya. Bir dənə çıxıb fırlanarıq da. Şüşələnlərimiz, təzələr. Mən şüşələnləri dəyişəndə burada bizim bir dənə bunu müvəqqətə qoymuşuq. Burada bizim Viper modumuz var. Viper service mod. Aha, baxın şüşələnlər qaldı belə. Bu qalan kimi rahat dəyişmək olur. Xəyam eyni razmerdir də, hə? Yox, Model Y-da fərqli olur. O böyükdür, bu balaca. Yox da yəni üstündəki çıxanlarla eyni razmerdir. Ha. Özünündür, yəni. Ha, Basmayı dönmürəm. Все. Xeyir olsun. Hazır. Qaqa bir dənə su vur yoxlayaq. Su vur yoxlayaq. Hə? Ver, yayda. Yayda ay Ay sağ ol. Yayda o malıdır. Rəşid, yayda o bilsən necə qurudur? Qurudur sözdür, məhv eləyir şotqanı, inanırsan? Qaldır. Bizim təkərlərimizin vəziyyəti. Sən onu tax. Onu Xəyam, deməli biz onu elə taxmayaq. Yoxlamaq üçün bax. Bir dənə onu götür. Biz bax burada tema nədir? Bunu çıxartmalıyıq. Ha, bunu çıxartmalıyıq biz. Onun arxasında deyəsən yer yoxdur da. Spacer tam olaraq oturmalıdır bunun üstünə. Все, Allah.
İndi onu da bağlı burada. Və o tərpənmir. Boltu bağlı. Yeri var. Yeri var? Bəli. Aa. Üstə düşə bilər də. Hə, ona görə. Bax burada nəzərə alınıb ha. Mən elə bildim nəzərə alınmır. Nəzərə alınmış. O boltu, yəni ehtiyac yox imiş açmağa bunlarda. HR-da buna ehtiyac yoxdur, amma bonusda ehtiyac olacaq. Ha, bax, keçdi birbaşa. HR bu 10 millidir. 10 millilik idi bu. HR-da ehtiyac olmurmuş onu çıxartmağa. Amma bonusda o mütləq şəkildə çıxmalıdır, çünki bonusun bu boltları var. Və arxasında da boş yer yoxdur. Əla. Elə də zavod da birə-bir. Qəşəng. Qəşəng təkər də taxırıq yerinə. Öz boltları, yox, Mətin, onu yox, öz boltları var orada. O qara boltları vurmaq lazımdır. Burada üstündə qara boltlar göndəriblər. O qara boltların deməli fərqini mən deyəcəm. Cırac. Deməli, bu spacerlərin üstündə mütləq şəkildə qara bolt gəlməlidir. Boltların fərqini göstərim sizə. Bu öz zavod boltudur. Bu da üstündə gələn. Görürsünüz necə fərq var. Boğazında uzadır. O 10 millini əlavə uzatmaq üçün. Arada məsafəni çox az qısaldır. Bəli, bəli. Sertifikatlı məhsul budur. Gözəl. Belə. Gördünüz, tam oturdu. Qəşəng. Və yandan görüntü bu formada. Bu artıq 15'li idi. Bu spacer bonusda 15'li idi. Yox, burada artıq bizim boltumuz çıxmalıdır. Burada %100, çünki arxasında yeri yoxdur bunun. Arxasında yeri ancaq havalandırma kanallarıdır. Ona görə biz bunu çıxardacağıq artıq. Tamam. Ala. Yeri. Bu da birbaşa yerinə tam kip oturdu. Buradakı hissələrdə bəlkə hava... Oval içəriyə doğru getdi. Qəşəng, oturdu yerinə birbaşa. Bu da artıq zavod uzunluğu ilə eynidir də. Ona görə ona artıq uzun boğaz bolt lazım deyil. O bayaqki boltu əvəz eləyən bunlardır. Hə. Onlar olardı. Yəni bunun da yandan görüntüsü. Hə. Yandan görüntüsü var belə. Bu tərəf əməlli fərq eləyir ha. Əməlli fərq eləyir. Ancaq 15 olmağı yaxşı oldu. Çox 20 olsa artıq çox çıxıntı olacaqdı. Əməlli başda çıxacaqdı. Belə amma qəşəngdir. Ha, qəşəng. Ha, Allah. Keçək o birisi tərəfə. Təkərlərimiz hazırdır. Yandan görüntü gördüyünüz kimi. İndi yerə salanda daha dəqiq görəcəyik. Yəni təkərlərimizə baxaq. Çünki şiş ola bilər. Hər ehtimala. İstər-istəməz 21'li idi. Ona görə biraz ehtiyat edirik də. Yox, çox şükür. Bırax gəlsin. Belə. Qəşəng. Deməli, filtrlərimizi dəyişdik, spacerlarımızı taxdıq artıq, göstərdim mən sizə. Sonra nə qaldı? Spacer, filtrlər, şüşə silənlərimizi də dəyişdik və orijinallarla əvəz elədik. Siyahı yazmışam, yadımdan çıxır deyin, harasa siyahı yazmışam. Neçə vaxtı gəlmək istəyirəm Xəyyamgilin yanına. Bir də bizim maraqlı bir işimiz olacaq. Biz faraları Avropa variantına keçirmək istəyirik. Keçən dəfə gördük ki, Toolbox-da faraları da Avropa versiyasına keçirtmək olur. Burada məsələ nədir? Amerika versiyasında fərq nədir?
Duman işığı yananda bəzi düzdür model 3 standart pluslarda duman işığı olmur. Ancaq burada xətt olur və sarı işıq olur. Ya da ümumiyyətlə heç xətt olmur, ya ancaq sarı işıq olur bəzilərində. Avropa versiyasına keçirdəndə bu sarı işıq sönür yoxsa yox bilmirəm. İndi onu test edəcəyik. İkinci məqam isə biz uzaq vuran işığı yandıranda, yəni dalin eləyəndə, miqat eləyəndə belə desək, dumanlı sönür. Hər dəfə miqat eləyəndə dumanlı sönür. O məni əsəbləşdirir hər dəfə. İndi biz toolbox-la onu Avropa versiyasına keçirəcəyik. Baxa görə nə reaksiya verəcək, nə dəyişikliyi olacaq fara, onu da göstərəcəm mən sizə. Bir də matrisalı fara olanlarda, baxın, kimdə ki belə qara faradır, içəridə lupa iləndir, matrisalı faradır. Onun uzaq vuran işıqları da yəqin görmüsünüz də son 2 update-də səhv eləmirəmsə olub. Artıq o bəzi Audilərdə falan olur, yalnız öndəki maşının üstünə kölgə verir, digər tərəfləri işıq verir, o formadadır. O da bəzi gələn suallardandır ki, bizim farada niyə yoxdur və s. 2019-20-ci ilin bəzi model vaylarında full LED fara gəlir, yəni matrisalı fara gəlmir. Ona görə də onlarda həmin forma gəlir. İndi Rəşid burada nömrə aktivləşdirir, sim kartı aktivləşdirir interneti. Ondan sonra bizim maşına baxacaq. Deməli, indiki vəziyyətdə, yəni stok vəziyyətində faraları göstərəcəm mən sizə. Baxın, faralar indiki vəziyyətdə budur. Bu yaxın işıqlar, aşağıda dumanlılar yanır və biz dalin eləyirik. Dumanlılar söndü. Mənim sevmədiyim bir şeydir bu. Yəni, marqat eləyəndə dumanlıların sönməyi. Bir də sarı işıqları yəqin gördünüz də burada sarı işıqları. İndi görək Avropa versiyasına keçirəcəyik Xəyyamgillə. Rəşid bayaqdan batareya sökmək istəyirdi. Dedim Rəşid, sən niyə bugün işimiz yoxdur? Amma Rəşidə işimiz düşdü bugün. İndi görək Rəşid onu keçirəndən sonra nə effekt verəcəksə. Qaldı görək nə deyir. Bax gör dəyə bilir. Qorxusu yox, narahat olma. Açılmışkən bunları göstərim sizə. Görürsünüz, sarı burada. Bu patvarnikimiz, bu da dumanımız. Rəşiddəki şey kimi laptop recayı var idi o vaxtda. Hə Rəşid yadındadır? Ayrılsaq da beraberiz. TRT-də gedirdi həmişə. Orada laptop recayı var idi. Laptop o da gətirdi kompüterə, videoya qoyacağam onu. Laptop Recai. Buyurun. Bak bakalım dolardan zararımız ne kadar? Sən də şeydə Toolbox Rəşid. Necədir sənin üçün? Yəni burada Rəşid başlayır, nə bilim orada nəsə yazmağa, pozmağa, nəyisə düzəltməyə, dəyişməyə görə nə baş verəcəksə. Burada kameranı belə yerləşdirək, elə hazır. Otuda hər şey görünür. Nədə belə eləyək. Всё. Всё. Nə baxaq? Bir dənə tormozla. Gözlə. Sarı qaldı. Marqat elə? Yox. Dəyişən heç nə olmadı. Yenə sönür. Heç nə də dəyişən heç nə olmurmuş. Bəlkə bir dənə refresh eləyəsən. Söndür, yandır, düzələcək. Valla bizim maşınımız ondandır. Bir dənə də. Yax, eyni şeydir. Ha? Gözlə. Bir dənə də elə. Marqat elə. Yax, dalini yandıranda görürsünüz, dumanlı sönür. Adama deyən gərək, niyə adamı həvəsləndirirsiniz axı? O toolboxa niyə o EO-nu qoyursan? Heç nə, sürək bəlkə bir müddətdən sonra dəyişiklik olar. Beləliklə, fara məsələmiz alınmadı təəssüf ki. Görək, axırı necə olacaqsa. Elon Musk'la birbaşa, yəni başqa variantı yoxdur. Yəni, Avropa versiyasına keçid elədik, sarı işıq əslində sönməli idi. Dalini yandıranda dumanın sönməsi o hələ bilmirik olacaq da olmayacaq, amma sarı işıq 100% sönməli idi, sönmədi. Hə, bax yadımdan çıxmışdı, qapıda səs var idi. Biz bura ambiyent yığanda bu qapıda içəridə blok qoymuşuq. Ambiyentin orada bloku var, ola bilər, o səs eləsin. Çıxaraq maşını. Bu qapıdakı səsə də çöldə baxaq. Boxu daha çox zanit eləməyək, çünki gələnlər var. Onların da maşınlarına baxılmalıdır.
Bizim burada ambiyentin bloku var. Bunu yaxşı yerə qoymamışam mən. Deyəsən budur səs eləyən. Görürsünüz də səs eləyir bu. Və dartılır. Bunun yerini yaxşı yerə qoymaq lazımdır və kabellərin də üzərindən parça izolent olur. Baxın bu formada. Bununla getmək lazımdır ki, bu kabellər də səs eləməsin. Burada da uzun kabeli var. Bu niyə belə uzun kabel qoymuşam? Bunu da qısaltmaq lazımdır ki, bu formada dolanmasın. Bunu da düzəldəcəm. Beləliklə dostlar, işimizi yekunlaşdırdıq. Qapıdan gələn səsin də yerini tapdıq və həll elədik. Artıq səs gəlmir və artıq tam olaraq işimiz yekunlaşdı. Maşının ümumi olaraq görüntüsünü mən bu formada göstərmək istəyirəm sizə. Belə baxaq. Bir wide body effekti yarandı. Çünki qabaqlarda 10-luq spacer, arxalarda 15-lik spacerlə wide body effekti. Təbii ki, sizin də rəyləriniz mənim üçün çox önəmlidir. Ona görə şərhlər bölməsində mütləq şəkildə öz rəylərinizi yazın. Əlavə olaraq da bununla bağlı nə edə biləriksə, maraqlı təklifləriniz varsa, onu da yazın. Qızdırmaq, soyuq pres və s. mənlik deyil, kəstirmək və s. mənlik deyil. Qanun nəyə icazə verirsə, onu da eləyəcək. Ya performansın prujunlarını qoyacaq, ya da ABAC və yaxud da HR-ın prujunlarını qoyacaq. Yəni sertifikatda qanunun icazə verdiyi tərzdə bir iş görəcəyik. Ona görə yəni rəylərinizi yaza bilərsiniz. Bəlkə maraqlı təklifiniz var, bəlkə əlinizdə prujunlar var. Yəni tək arxa ilə iş bitmir. Olanda komplekt olacaq, yəni qabaqlarda olacaq. Ona görə mütləq şəkildə qeyd eləyin sizə şərhlərinizi. Videonu bəyənməyi də unutmayın. Kanala da abunə olun. Aşağıda bir zınqrov da var. Ona da basın ki, növbəti videolar olduqca xəbəriniz olsun.